İnşallah ne demektir? İnşallah, əgər Allah istəsə, mənasını verir və gələcəkdə bir şeyin olmasını ümid edərkən istifadə edilir. Maşallah nedir? Maşallah, Allahın istədiyi olur, mənasını verir və gözəl bir şey gördükdə ya da bir hadisəyə heyran qaldıqda söylənir. Subhanallah nedir? Subhanallah, Allah nöqsanlardan uzaqdır, mənasında işlədilir və heyrətamiz ya da təsir edici bir şey gördükdə deyilir. Bəzi wow ilə Subhanallahın fərqi nədir? Vay ifadəsi ümumiyyətlə heyranlıq, təəccüblənmə və ya bir şeyə reaksiyanı ifadə edir və dini bir məna daşımır. Subhanallah isə Allahın ucalığını və mükəmməlliyini tərif etmək üçün istifadə edilən dini bir ifadədir. Yəni wow deməkdənsə Subhanallah desək daha yaxşı olur, değil mi bir müsəlman üçün? Bəli, bir müsəlman üçün Subhanallah demək heyrət və təəccübü ifadə edərkən daha uyğundur. Çünki bu Allahın ucalığını və mükəmməlliyini təsbih edir.